pul xoşlayan adamlar, pulpərəst adamlar çox pullu birinin yanında olanda ləzzət alırlar. Onun pulu bunun cibinə girmir. Amma xoşu gəlir pullu adamların yanında oturmaqdan. Çünki özündə pulpərəstlik var. Özü çatmasa da deyir, çatan insanlarla oturub durmaq da mənə xoş gəlir. Elə bilir onun qüdrətindən biraz buna nəsə çatacaq. İnsan belə varlıqdır. İnsan Allaha yaxınlaşdıqca Allah insana deyir, bütün bu qüdrətim, bu malikiyyətim sənin olsun. Aslında Allah insana o qədər böyük şeylər vəd verir ki, niyə bir söz Allaha pis gəlir insanın Allahdan uzaqlaşması? Niyə deyir Quran-ı Kərimdə ki, ya həsrətən ələl ibad, əfsus sənə, heyf olsun sənə, mənim bəndəm. Niyə deyir bunu ki, çox heyf olsun sənə, niyə belə deyir Allah bizə? Ona görə belə deyir ki, deyir, sən qüdrət istəyirdinsə, qüdrətin ən alisi məndədir, mənə tərəf niyə gəlmədin?